kimi tanıdığımız, indi isə artıq Respublikada tanınan istedadlı gənc yazar Ülker xanım Nicatlının söz işığına toplaşmışıq. Deyirlər, poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Bildiyimiz kimi həqiqi şair hər zaman dünyanı işıq selində görür. Hər kəs də şair ola bilməz, çünki şeir asan yaranmır. Şair qəlbi ümman kimi çalqlamalı, şimşək kimi parlamalı, daim axtarışda olmalı, yazmalı, yaratmalıdır. Necə ki, Ülker Nicatlı yazıb, yaradır. Onun qəlbi də yaz yaxşı qədər həzin, günəş tək hərarətlidir. Qonaqları salamlamaq üçün sözü verdik məktəbimizin direktoru İlqar müəllimə. İlk önce hamınızı salamlayıram ve bu güzel günde, güzel bir təhsil ocağında hoş gördük sizleri. Tədqiqatçı alim Miraşın Talaşının təbirincə desək, 850 illik tarihi olan bir kocaman məbəddə Ülker Nicatlı ilə görüşməyimizdən çox məmnunum. 850 illik təsadüf deyilmədi, çünkü bu kəndin qabaqcıl ziyalılarından biri, yəni Şeyh Zahid Gilani məhz bu kənddə fəaliyyət göstərib, əkinçiliklə məşğul olub, öz müridləri olub və dini təhsili bu kənddə, bu ərazidə yayıb. Və kəndimiz də həmişə təhsilə, elmə marağı olan bir kənd olub, qədim tarixə malik olan bir kənddir. Bütün sahalarda olduğu kimi bəzi sahalarda da bizdə şairlərimiz fəaliyyət göstərib, Fəxrəddin Teyyub 2-3 ay bundan əvvəl onun da təqdimatını, kitab təqdimatını biz bu zalda keçirmişik və bugün də məzunumuz çox böyük bir nəslin nümayəndəsi olan və hamımızın sevimlisi olan Ülker Nicatlının təqdimatına yığışmışıq. Böyük nəslin nümayəndəsi, ona görə deyirəm ki, Ülker Nicatlının ana babası 25 il Nəcəf şəhərində təhsil alıb, dini təhsil alıb və Ayətullah rütbəsinə qədər yüksəlir. Və belə bir nəslin nümayəndəsi məhz bugün Ülker Nicatlı kimi gəncimiz olmalıdır və bugün də biz hər birimiz onunla fəxr edirik. Necə ki, hər bir valideyn öz evladının xoş gününü görəndə, onun sevincinə şərik çıxanda sevinir və biz də pedaqoji kollektivimizlə məhz bugün hər birimizin qəlbində sevinç hissi var. Çünki bizim də fəxrimizdir ki, vaxtıyla məzunumuz olan Ülker xanımın təqdimatına yığışmışıq və mənə elə gəlir ki, bundan böyük sevinç ola bilməz. Və bu tədbir həm də ona görə əlamatlardır ki, qarşıda bizim bayramlarımız gəlir və bir də ona görə daha şərəflidir ki, bugün məhz Respublikanın Prezidenti İlham Əliyevin ad günüdür. Biz bu münasibətlə Cənab Prezidentimizə can sağlığı arzu edirik hamınızın adından, öz adımdan və gələcək çətin işlərində ona uğurlar arzu edirəm. Və qarşıda gələn bayramlar münasibətlə sizi bir daha təbrik edirəm və tədbirin gedişatına uğurlar arzu edirəm. Sağ olun. Xoşbəxtlik. Bunun hələ bir cür başa düşür. Gənc yazarımız üçün isə xoşbəxtlik, qurmaq, yaratmaq, ən ülvi arzulara çatmaq deməkdir. Belə xoşbəxtlik isə heç zaman asanlıqla qazanılmır və əslində asanlıqla qazanılan xoş günə xoşbəxtlik deməklə düzgün olmaz. Əsl xoşbəxtlik daim çalışmaqla, mübarizə aparmaqla qazanılır və bunun əsasında həqiqi zəhmət, yuxusuz gecələr və bu yuxusuz gecələrdə yazılan misralar dayanır. O misralar ki, sonda bir şeirə çevrilir. İndi isə sözü vererek Azərbaycan Yazıçılar Birliyinin Cənub Bölgəsi üzrə sədri Qafar Cəfərliyə. Əziz dostlar,
hörmətli Şəkəran kənd sakinləri, əziz uşaqlar, məktəblər, əziz yazarlarımız, qonaqlarımız. Bu günləri biz ülkə icadının söz dünyasının qonaqlarıyıq. Ülkə icadlı Şəkəran kənd sakinidir. Şəkəran kəndində bu məktəbdə, bildiyim qədər bu məktəbdə təhsil alın və bu möhtəşəm söz dünyasına qədəm qoyuldu. Şəkəran kəndinin tarixi barədə İlqar müəllim şəhərlədiyi həqiqətən həm kəndin öz tarixi, həm kəndin bugünkü tarixini yaradan ziyalılar, kəndin bugünkü tarixini, kəndin adını Respublika səviyyəsində uca tutan bir çox ədəbi alanda artıq söz sahibi olan bir çox nümayəndələr var. Bu nümayəndələrin içində Ülkər Nicatlı'nın özünə məxsus yeri var. Ülkər xanım çox qısa bir vaxt ərzində ədəbiyyat aləmində öz imzasını təsdiq etdi. Bu, gəlişimizdən söz deyil. Ülkər xanım hazırda Azərbaycan gəncliyi içərisində ən istedadlı şairlərdən hesab olunur. Yəni, bu mənim fikrim deyil. Bu artıq ədəbi mühitdə Azərbaycan Yazıçılar Birliyinin rəhbərlik səviyyəsində təsdiq olunmuş bir fikirdir. Və təsadüfi deyil ki, Ülkər xanım bu illəri Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul oldu. Ülkər xanımın yaradıcılığı rəngarəngdir. İstəyir vətənpərvərlik mövzusunda, istəyir lirik şeirləri, istəyir vətən, torpaq, övlad məhəbbəti ilə bağlı. Ümumiyyətlə, elə bir ki, bu cəmiyyətimizin, yaşayışımızın bütün sahələrlə bağlı Ülkər xanımın yaradıcılığında yer var, yer tutur bu əsərlər. Ülkər xanımın ən böyük üstünlüyü, mən elə fikirləşirəm ki, onun şeirlərində çox dərin məna, fəlsəfi yükü olan əsərləridir. Onun 4 kitabı nəşr olunur və Facebookda, yəni sosial şəbəkədə çox aktiv olan bizim yazarlarımızdandır. Mən dəfələrlə Ülkər xanımın sosial şəbəkədə Facebookda paylaşdığı şeyləri oxumuşam. Sözün həqiqi mənasında insanın ürəyini diqqətə gətirən şeylərdir. Bu mənada Ülkər xanımın ədəbiyyatda özünə məxsus, öz dəsti-xətti olan bir şairlərdir. Mən Ülkər xanımın gəncliyinə istinadən deyirəm ki, onun gələcəyi hələ çox irəlilədir. Vaxt olar, vədə olar, Azərbaycan ədəbiyyatında azsaylı şairlərdən biri Ülkər xanım olacaq. İnanın mənə, bu mənim ürək sözümdür və mənim əminliyimdir. Çünki onda olan o istedad, onda olan o bacarıq, onda olan o zəhmət, fikirləşirəm ki, gec-tez o öz yüksək mərtəbəsinə gəlib çıxacaq. Ülkər xanım gəncdir. Gəncliyin ruhu deyirlər ki, ümumiyyətlə insan ruhu belədir, amma adətən bunu gəncliyə ad edirlər. Deyirlər ki, gənclərin ruhu elə bir tarladır ki, ora istifadə olunmasa gec-tez oranı alan otları basacaq. İcitkənlər, nə bilim, digər yararsız otlar oranı başına götürəcək. Onun üçün də gənclikdə o ruh var, gənclikdə o güc var. O, elə ona görədir ki, həmin öz aləmini yarada bilir, ona görədir ki, o, hər hansı istədiyi məqsədə doğru inanla, qətiyyətlə, iradə ilə hərəkət edə bilir. Mən bu gücü, bu qüvvəti Ülkər xanımda görürəm. Mən inanın ki, səmimi deyirəm bu sözü, Ülkər xanım Şəkəran kəndinin ən dəyərli övladlarından biridir. Onun sənəti, onun ədəbiyyatda artıq təsdiq olunan imzası buna əsas verir. Bu kənddə
Fəxrəddin Teyyub adlı bizim gözəl şairimiz çıxıb. Fəxrəddin müəllimlə biz dostuq, yaxınıq. Təəssüf ki, onun buradakı tədbirinə mən gələ bilmədim, həmin vaxtı qismət olmadı, xəstəliyin əlaqədar gələ bilmədim, amma çox arzu elərdim ki, mən tədbirdə iştirak edeyim. Bəli, bu kəndin fəxr eyləsi övladları var. O bu günləri həmin övladlardan biri də məhz Ülker Nicatlıdır. Mən bu tədbirin möhtəşəmliyini əsas bundan səciyyələndirirəm ki, kəndin sakinləri öz şairinə dəyər verir. Və sizin hər birinizə mən özlərin təşəkkürümü bildirirəm. Mənim də yaşadığım, doğduğum, böyüdüyüm kənddə görüş keçirilərdə ki, inanın ki, dünyanın ən böyük sevincini onda yaşadım. Ülker xanım çox tədbirlərdə olub, çox təqdimatlarda olub, Bakıda saysız-hesabsız təqdimatlarda olub, tədbirlərdə iştirak edib. Amma mən elə fikirləşirəm ki, bugünkü tədbir onun həyatının ən əlamatlar bir hadisəsidir. Səbəb sizin aranızda doğulub, boya başa çatan xanımın öz eli, öz babası ilə bura bir məclisdə olmalıdır. Mən bunun üçün sizlərin hər birinə özlərin təşəkkürümü bildirirəm. Mən bu məclisin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Var olun ki, öz şair övladınıza dəyər verə bilirsiniz, öz ziyalınıza dəyər verə bilirsiniz. İnanın ki, bu böyük bir neymətdir. Siz üçün, el üçün, oba üçün. Çünki şair, ziyalı elində, obasında hörmət, izzət görəndə o daha da ruhlanır. Onun ruhu göylərdə uçur. O fəxr edir ki, bəli, o bu xalqın, bu övladın, baba torpağın övladıdır və ona bu cür dəyər verilir. Mən İlqar müəllim öz təşəkkürümü bildirirəm. İlqar müəllim sözün həqiqi mənasında zəhmətkeş insandır və ədəbiyyata sevgisi olan insandır. Və bugünkü tədbir də həmin o sevginin bir nümunəsidir. İlk əvvəl, tədbirin əvvəlində biz bir neçə gün bundan qabaq İlqar müəllimlə bu söhbətimizi eləyəndə çox səmimi şəkildə, ürək açarlığı ilə razılıq verdi. Ən əsası ona görə ki, kəndin övladının tədbiridir. Ülker xanım öz eli ilə, babası ilə görüşəcəkdi. İkincisi ona görə ki, bu istək, bu sevgi İlqar müəllimin öz ürəyindədir. Yəni, əgər istəməsəydi, təbii ki, yəqin ki, bu tədbir baş tutmayacaqdır. Bu İlqar müəllim böyülüdür, bu İlqar müəllimin ədəbiyyata bir qayğısıdır. Mən cənub yazarları, deməli, Lənkəran bölməsi Cəlilabaddan Astara qədər 6 rayona əhatə edir. O bütün o yazarların adından mən İlqar müəllimə və məktəbi kollektivinə təşəkkürümü bildirirəm. Mən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinin təbrikini çatdırıram bizim sevimli Ülker Nicatlıya. Ona yeni uğurlar arzu edirəm. Xoşbəxtsiz ki, Ülker xanım, bu cür qədrinizi bilən eliniz olmaz var. Allah o elimizə, obamıza bərəkət versin, Allah onları var eləsin. Sizə də gələcək yarancılığınızda ürəyiniz istədiyiniz o zirvəni arzu edirəm. Əslində elə siz buna layiqsiniz və inanın ki, geç-tezdə o zirvəyə siz gedib çatacaqsınız. Təşəkkür edirəm. Deyirlər ağac meyvəsi, insan isə əməlləri ilə tanınar. Atalarımız nahaq belə deməmişlər. Həyat insana bir dəfə verilir. Həyatın sirri yaşamaqda deyil, nə üçün yaşamaqdadır. İnsan daim özünə sual verməlidir. Mən nə üçün və kim üçün yaşayıram? Məncə ən uzun ömür mənlə zəngin yaşamış ömürdür. Həyatı illərin sayı ilə deyil, fəaliyyəti ilə ölçmək lazımdır. Bu həyatda insan hər şeyə qadirdir. O öz nəcib işi, əməli, mənalı həyatı ilə tanınır və özündən sonra bir iz qoyur. İnsan yalnız öz halal əməyi, işgüzar fəaliyyəti ilə həqiqi ucalığa, şirin səadətə çata bilər. Necə ki, bizim gənc yazarımız Ülker xanım bu səadətə çatıb. İndi isə çıxış üçün söz veririk Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident mükafatçısı, şair, publisist Balayar Sadiq. Salam əziz dostlar. Öncə bu məktəbin direktoru, möhtərəm Ülqar müəllimə, bugün məni öz fəaliyyətinə heyrətləndirən Sevər müəllimə təşəkkür edirəm. Halaldır sizə valla. Bugün Azərbaycan təhsil sistemində belə
proqramı hər kəs hazırlayanmaz. Az çox bələd oluruq. Bu sizin təkcə Ülkər xanıma yox, Azərbaycan təhsilinə, mənəviyyatına, bu dövlətə, bu vətənə olan sevginiz. Hər gənc bu vətənin bir parçasıdır. Bizim hörmətli Qafar müəllimə təşəkkür edirəm. Həmişə bax gəlişi ilə Lənkəran ədəbi müziğini dirçəldi. Ən böyük təşəkkürüm Azərbaycanımızın müqəddəs şəhidlərinədir. Burada şəhid valideynləri əyləşir. Məktəbdə elə şəhid adına verilir. Bugün işığında toplaşdığımız sözün də mabədli mahiyyəti həmin o şəhidliyin müqəddəsliyidir. Ülkər xanım mənim tanıdığım ədəbi gənc içində çox istedadlı gəncdir, öz yerindədir. Ən böyük uğuru isə onun ədəbidir. Bugün Azərbaycanda ədəbi gəncliyidir, bizim gənclər hamısı ədəblidir. Bəzi insanların o ədəb kontekstindən çıxırlar, yaradıcı mühitdə deyirəm. Ülkər xanım öz istedadı ilə, bayaq Qafar müəllim də dedi, az müddətə geniş yol qət edə bildi. Niyə? Bu həm də Tanrının ona bəxş elədiyi bir xoşbəxtlikdir. Bunlar üçün bir tərəfidir. Burada bu məktəbin gəncləri əyləşir, şagirdləri əyləşir. Gün olacaq ki, siz də belə mötəbər məqamlar qazanacaqsınız. Mənim üçünsə bu günün özəlliyi həm bizim gözəl şairəmizin görüşüdür, həm də bu gün bu ölkəni bizə qalibiyyət, zəfər sevincini yaşadan bizim Cənab Ali Başkomandan, əziz Prezidentimiz İlham Əliyev həm də ad günüdür. Mən belə fikirləşirəm ki, bir qələm adamı olaraq bugün alnımızın açıq gəzməyinin səbəbi şəhidlərimizdir, ordumuzdur. Bunların yanında da və üstündə də bizim Ali Başkomandanımızdır. Bilirsiniz, vətəni sevmək imandandır deyirlər. İmanı olan insanlar həm vətəni sevir, həm valideynini sevir, həm də müəllimini sevir. Ülkər xanım, gözəl şairsiniz. Bax, müəllimlər dedi ki, bu qədər kontingent insanları cəlb eləmişsiniz. Amma mənim üçün ən önəmli oldu ki, burada sizin müəllimləriniz, valideyniniz və ustadınız əyləşir. Həndəsədə deyəsən müəllimə deyil, 3 nöqtədən bir müstəvi keçir. O müstəvi, yəni o həm vətəndir, həm sözdür, həm də xeyrxahlıdır. Ülkər xanımın bu mərtəbə yüksəlməsində əlbəttə bizim Ziyadəvi məktəbinin rəhbərliyi burada Ziyafət müəllimin rolu böyükdür, ədəbi ictimaiyyətin rolu böyükdür və onun necə deyək, ədəbi mühitdə qovuşmasına, ona necə deyək, kömək edənlər başında məhz bizim gözəl dostumuz, Azərbaycanın böyük calısı Ekrem Bilirdir, o da burada iştirak edir. Ona da təşəkkür edirəm ki, bilirsiniz, quş qanadla uçur. Qanadsız quş uça bilməz. Quşun qanadlanması üçün o qanad çalmalıdır. Qanadsa maddi və mənəvi dəstək. Əgər dəstək olmasa, heç bir ağac verməz, heç bir ağac meyvə verməz. Sizin kəndinizi təbrik edirəm. Təbrik edirəm ona görə ki, sözə mənəviyyata bu qədər önəm verirsiniz. Mən Ülkər xanımın anasını təbrik edirəm. Hər bir ana üçün çox əlamatlar günlərində bu öz övladının cəmiyyət içində, vətən içində, xalq içində mövqe qazanmasıdır. Mən Ülkər xanımın övladlarını təbrik edirəm. Arzu edirəm, onlar da gələcəkdə anaları kimi bu vətənə, bu millətə, bu yurda layıqlı övlad olsunlar. Anaları kimi öz dostların, doğmaların başımıza eləsinlər. Sözümün sonunda bir daha bizim hörmətli İlqar müəllimə, yenə Sevər xanıma təşəkkür edirəm. Burada əziyyət çəkirəm, bu gözəl balamıza, gözəl diksiyan var. Bilirsən, insanların əməyini dəyərləndirmək lazımdır. Bu göstərir ki, bəli, belə məktəblər daha böyük istedadlar yetişə bilər. Hamınızı təbrik edirəm, qızım, səni təbrik edirəm. Bu sözün bayramıdır. Burada bu məclisə bir şey dediyim, bizim Cənub bölgəsində ən qüdrətli sənətkarlardan biri, bax, Qafar müəllimə gözəlsən. Amma bugün roman yazma hər kişinin əlidir.
6 roman, dedektiv roman ustası Elbrus Kəlbi bu məclisdə iştirak edir. Onu salamlayıram. Bizim gözəl ziyalımız uzun müddət məhkəmə sistemində, məhkəmə sədri Maşallah Şirvanı iştirak edir. Bütün bunlar hamısı dəyərdir. Azərbaycanın görkəmli şairi Xanlar Həmiddir, bizim gözəl şairimiz Amir Cavaddır, mənim gənclik dostumdur, Əhməd Haqsevərdir, Ziyad Dilsuzdur, amma mənə Füzuli sevdirən, mənim üçün Lənkəranı ilə əslin, təravətin özündə yaşadan İdraç Dadaşovdur, onların hamısını salamlayıram. Yardımından gələn şair dostum da sağlayın, Məhəmməd Cəbərdir. Sağ olun dostlarım, sağ olun ki, belə bir gözəl qız yetişdirmişsiniz, Vüqar müəllim. Valla fəxr elədim ki, yurdumda belə gözəl ziyalılar var, belə tədbirlər keçirə bilirlər. Daha tədbirləriniz bir daha artıq gözəl olsun. Qızım, sənə uğurlar arzu edirəm, bütün bu məktəbin kollektivinə uğurlar arzu edirəm. Sağ olun, var olun. Bir misrə dənizdir mənim ürəyim, Allah bu dənizdə xoşdur boğulmaz. Ayrı bir ləzzətdir, ayrı bir daddır. Hər gün ölüb getmək, hər gün doğulmaq. Biz Ülker Nicatlı'nın şeirlərində təbiəti necə sevdiyinin bir daha şahidi oluruq. O təbiətin yağışını da, qarını da, şaxtasını da, istisini də sevir. Vətənin uçsuz bucaqsız düzlərindən, başı göyləri dələn dağlarından, dibi gün görməyən meşələrindən, laləli, nərgizli çəmənlərindən böyük ixtifal hissi ilə söz açır. Biz indi çıxış üçün söz veririk iş adamı Ehtiram Miriyevə. Qadın çiçəkləyən yerdə Tanrı gülümsəyir, hər gün qadın. Gülümsə qadın, Tanrı üşüyür. Bax, bugün bu şeirlərin, bu sözlərin müəllifi Ülker Nicatlı'nın görüşünə gəlmiş. Böyük məna kəsb edən, böyük fəlsəfi əhliyyət kəsb edən. Bəlkə mən hərdən deyirəm, bəlkə yazar özü yazında onun o qədər böyük fəlsəfə olmağına inanmır, yəni düşünmür. Amma biz hamımız birinci növbədə qadın ana qarşısında baş əyir. Peyğəmbərin şalı var, cənnət görmək istəyirsən, anın ayaqları altındadır cənnət. Oradan başlanır, qadın cəmiyyətin barometridir. Evdə, məişətdən tutmuş, iş yerinə qədər hər yerdə. Əgər biz evə qayıdırsa, o da xanımın yüzünü gülmürsə, əhval pis isə, deməli o ev bizim üçün darız qalır. İş yerində, başqa yerlərdə xanımın əhvalı yaxşı deyilsə, deməli orada yerlər, o cəhənnəmə dönür həmin yer. Ülker Nicatlı bizə bunu aşırır ki, siz bu xanımlara, bu qadınlara çox diqqətlə yanaşmalısınız. Bunların üzü gülsün. Bunun üzü gülməyəndə Allah da üşür. Belə bir müvəffəqiyyətli, belə bir uğurlu insan bugün təbii ki, böyük yaradıcılıq qabiliyyətinə malikdir. Çox maraqlı şeirləri var, yazır, yaradır. Mən həmişə deyirəm, şair, yaradıcı adamlar ümumiyyətlə bütün qayğılardan gərək azad olalar. Onlar heç şey haqqında düşünməyələr. Ülker xanım məhsuldar yazardır. Amma təbii ki, bizim reallığımız, məişət qayğılardan tutmuş həyatın digər məsələlərinə qədər, cəmiyyətdə olan bir çox məsələlər böyük yaradıcılıq diapazını işlətməyə imkan verir. Şairlər sərbəst olmalıdır. Şair Allaha yaxın adamdır. Allah ona xüsusi istedad verir. Məsələn, onun dediklərini biz deyə bilmərik. Səməzman yazır ki, el bilir ki, sən mənim, sən yurdum, yuvan məskənimsən. Bax, bunu hamımız bilirik. Amma hamımız deyə bilməmişik, bunu Səməzman deyil. Şairlər Allaha yaxındır. Biz Allahın bizə bir bənzətmə var, deyir, 7 qat. Bəli, onlar 7 qat, 7-ci qatda olan adamlardır. Onlara xüsusi istedad verib ki, onlar bunu bizə çatdırırlar. Onlar hər şeydən azad olmalıdır. Ancaq çox əfsus ki, bəzən müəyyən qayğılar, müəyyən baskılar, müəyyən qiyməti görməməklər, öz qiymətini tapmamaq şairi həvəsdən salır. Mənim xoşbəxtliyim onlardır ki, mən söz adamlarla mənim dostluğum tutur, onlarla çox yaxınam, çox ünsiyyətim və həyatımın ən yaxşı anları mən onlarla keçən anları sayıram. Mən ixtisasca müəlliməm, yəni bugün çox sevindim, məktəbdə bu tədbirin keçirilməsində çox sevindim. Biz məktəb gərək canlı olsun, məktəb gərək bu
düşündürücü adamlarla, ziyalılarla yeri, kainatı həyat verən, can verən nədir? Güneşdir. Şairlə, yarancı adamlarla, ziyada onun başqa bir bənzətməsidir. Biz gələk onlara işləmək üçün. Biz gələk onlara qoğulan olmadan. Ben bugün məktəb rəhbərliyinə, Lənkəran Yazılar Birliyinə çox minnətdarım ki, belə bir tərbiyyə keçirir və bizdə buna dəvət edirlər. Ülker xanım təbii ki, digər şairlər kimi buna məhəbbətdən yoldur, bu məhəbbət mövzuları üçündür. Çoxdur, məhəbbətdən yoldur, müstəlik insan hukuca oları, onun üçün bir ruhu rahatlıq yaranır. Ülker xanım digər mövzularla müraciət edib, müharibə mövzusuna müraciət edib, şəhidlər haqqında yazıb, sonra milli qəhrəman olan haqqında yazıb, Qarabağ haqqında yazıb, Laçın haqqında demək olar ki, o bir poemadır, bəlkə də bu səviyyədə bir əsərdir, yazır, hamısı bunları yazır. Təbiət haqqında yazır, dənizi təsəvvür ki, dəniz hamısı üçün müqəddəsdir, hamısı üçün hamımızdan həzz olan bir yerdir, onu bizim başqa bir bizə təqdim edir. Düşünürəm ki, bundan sonra da inşallah onun müvəqqətləri, yaxşı şeylər çox olacaq. Təbii ki, bugün bizim üçün ən böyük, belə deyəlim, oxucu auditoriyası Facebookdadır. Hər dəfə onun şeirləri çıxanda mən də izləyirəm, görəm, çox qəbul olunur, çox sevilir, çox oxunur və bugün mən ona dönə-dönə uğurlar arzulayıram. Şairə ən böyük hədiyyə nə ola bilər? Onun şeirini səsləndirilmək. Ərhalıq sözündən yıxılıb ömrüm, üzü çiçəkləyib ayrılıqların, ürəyi qırılmış bir misrayam mən. Yağırsan gözümün, sən narın-narın. Mənim ümidimin könlünü almaz, həsrətin saçımı oxşayan əli. Şirin günahların çiçək yeridir, sənin kimi aşıq mənim kimləri. Qolların uzanan hicran yoldur, sənsizlik bu yolda şütüyən qatar. Uzaqda bir qusal, kövrəli mənsi, gəl məni bir misra özünə qaytar. Üzü qəm oxur xatirələrin, gözümdə islanır gözümün yaşı, sən gedən yolların sinəsi üstə, öpür saçlarını həsrət yağışı. Ümid qatarının pəncələrindən atdım əllərimi sənin dalınca, yenə bu bazarda oturub ağlar, son arzum səndən bir cavab alınır. Fələk də gözünü çəkmir, nə vaxtdır? Mən gözü yaşdan, mən gözü nəndə? Götürüb üşüyən arzularını sonluqda qatı kesinliklə. İndi isə biz sözü məktəbimizin şagirdlərinə veririk. Buyurun. Köçüb gedir, saxlamaq olmur. Dərdin qapısını bağlamaq olmur. Oturub doyunca ağlamaq olmur. Çəkilmir gözümdən xatirələrin. Uçub duyğuların çiçək qoxusu. Könlümü məst edən göyçək qoxusu. Üşüdür ömrümü həsrət qorxusu. Çəkilmir gözümdən xatirələrin. Ağ bayraq qaldırır qara saçlarım. Çəkir sevincimi dara saçlarım. Boyunbağım olub ehtiyaclarım. Çəkilmir gözümdən xatirələrin. Göz yaşıyla dolmuş həsrət görüyən. Xiffətdən saralan xəzan gülüyən. Sevgisiz üşüyən ocaq külüyən. Çəkilmir gözümdən xatirələrin. Tanrı bu hikməti bəxş edir ona. Kövrək arzuların girib qoluna. Nur işıq parlayır həyat yoluna. Əbədi çıraqdır müəllim ömrü. Keçdiyi yollardan ümid gedilir. Yaddaş güzgüsünün tozunu silir. Onun hikmətini oxuyan bilir.
Gör neçə vərəqdir müəllim ömrü. Gözləri həqiqət tərəzisidir. Könüllər oxşayan doğma səsidir. Zəhməti dünyanın hər gün işidir. Sönməyən ocaqdır müəllim ömrü. Biz indi çıxışı məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Üzrəyə müəllimə veririk. Görüş iştirakçıları, bugün biz yenə də könül dünyasının ruh aləminin işığına tutlaşmışıq. Həm də bugün Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Belə bir əlamatlar gündə məktəbimizin məzunu olmuş incə ruhlu şair Ülkər Nicatlı'nın oxucularla görüşü təbrik üçün böyük fürsətdir. Mən bugün münasibətilə həm prezidentimizi, həm də Ülkər xanım Nicatlı'nı səmimi qəlbdən təbrik edirəm. Mən Ülkər Nicatlı'nı məktəb illərindən tanıyıram. Bu vaxtlardan hiss olunurdu ki, onun istedadı var. Gözəl inşallah şeir parçaları yazardı. İllər keçdikcə bu istedad onu şair kimi qarşımıza çıxartdı. Mən bilmirəm, Ülkər Nicatlı neçə kitab yazıb, neçə kitab yazacaq. Amma bir Misra Dəniz və Gülümsə Qadın kitablarını oxumuşam. Hiss elədim ki, o ədəbiyyatımıza çox kövrək, incik duyğularla gəlmişdir. Onun ürəyi bir Misra dəniz, ömrü isə bu dənizin tənha qayığıdır. Bu dəniz Ülkər Nicatlı'nın yaradıcılıq məkanıdır. Bu məkan isə olduqca dərin, dalğalı və təlatüllüdür. O, bu məkanda ölə də bilər, doğula da bilər. İlk baxışda mənə belə təsir bağışladı. Sonraki müşahidələrim imanımı yanıltdı. Ülkər Nicatlı hər şeirində yenidən doğulur. Yeni uğurlara imza atır. Mükəmməlləşir, bənzərsizliyini nümayiş etdirir. Bir Misra dənizdir mən görəyim. Allah, bu dənizdə xoşdur bu olma. Ayrı bir ləzzətdir, ayrı bir daddır. Hər gün ölüb getmək, hər gün doğulmaq. Ülkər Nicatlı'nın şeirlərini oxuduqca istər-istəməz belə qənaətə gəlmək olar ki, onun yaşadıqları onu böyütmüş, əzmkar, mətin etmiş, daxilində bəslədiklərini adi dillə deyil, obrazlı dillə, şeir şəklində biz oxuculara çatdırır. Onun şeirlərinin əsas mövzusu vətənpərvərlik, nakam sevgi və anaya, qadına məhəbbətdir. Ola bilsin ki, siz deyəcəksiniz ki, yox, müəllimə düz demir, amma digər mövzular, hamısı bu mövzuların içində gedir. Bəli, mövzular var ki, bəşəridir, dəyişmir, amma şairəm deyənlər, bu mövzularda elə əsərlər yaradırlar ki, təkrarı olmur. Ülkər Nicatlı'nın Şair adlı şeiri bu səbəbdən diqqətini cəlb etdi. Şair kimdir? O necə olmalıdır? Ülkər Nicatlı belə cavab verir. İşğal olunmuş mövzuların göz yaşını silib, duyğularına təzə məzmun köynəyi geyindirib, ölümün gözünə gülümsəyən adamdır şair. Şeirin köhnəsi təzəsi olmur. Şairin də köhnəsi təzəsi olmur. Amma sözə yanaşmanın köhnəsi təzəsi olur. Söz elə bir xəzinədir ki, onu axtaran qəbbas olmalıdır. Ən dəyərlisini, ən gözəlini, ən təsirlisini tapıb işlətməlidir. Şairin dəyəri onun sözündədir. Məncə, Ülkər Nicatlı bunu bacarır. Ülkərin poeziyası düşündürən poeziyadır. Bu yolda ona uğurlar arzu edirəm. Bunlarını yola salır, əhsən, onu da yazıp çap edelim. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur.
vətən uğrunda onun azadlıq və istiqlaliyyəti yolunda canlı qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur. Öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Şəhid Murad Abbasov kimi. Onlar şəhid oldular. Şəhidlər isə ölməzdir. Bugün biz şəhid adını daşıyan Namiq Həsənov adına məktəbdə təhsil alırıq. Ondan vətənpərvərlik dərsi alan, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Murad Abbasovun adını daşıyan kabinetdə şəhidlərimizi yad edirik və bununla qürur hissi keçiririk. İstərdik ki, şəhidlərimizin ruhunu yad etmək üçün bir dəqiqəlik sükut eləmədik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bugün bu tədbirdən şəhid Murad Abbasovun anası Mənsura ana da iştirak edir. Bugün bu tədbirin səbəbkarı Ülkər xanım Murad Abbasov haqqında şeir yazmışdı. İndi isə məktəbimizin şagirdi həmin şeiri səsləndirəcək. Əlac yox sinəmdə, çəkdiyim aha. Səndi arzularım, çıxmaz sabaha. Boyunu oxşamaz əllərim daha. Üşüyür dilimdə, layla ay oğul. Bu necə qismətdir, necə görüşdür. Bəxtinin çiçəyi soldu, büzüşdü. Qəfildən bir düşmən mərmisi düşdü. Dağıldı, sən azdı, qalan ay oğul. Adı əcəl imiş, bu gedən kökün. Döyüşdə qaldı taqətin, gücün. Yaman darıxmışam gözlərim üçün. Danışa bilmirəm, lalam ay oğul. Qucağımda keçdi bir vaxt həyatın. Döyüşdə bəlkidir qolum, qanadın. Torpağım vətənə dönlər vardır. Hardadır bəs mənim balam? Ay oğul, dilimi yandıran laylamsan mənim. Göylərə ucalan nalamsan mənim. Sən şəhid köynəkli lalamsan mənim. Mən sənin bağrında xalam, ay oğul. Ələndi od, alov, güzarın üstə. Xəzan yeli əsdi güzarın üstə. Şəhadət ətri var məzarın üstə. Görüşə gəlmişəm, salam ay oğul. Buyurun, biz indi sözü şəhid anasına verək. Mən də ilk öncə sizə salamlayırım. Mən də bu kəndin, bu məktəbin şagirdi olan şəhid Abbasov Muradın anasıyam. Məktəbimizin direktoru İqəmlərimə təşəkkür edirəm. Bizim yazıçılara təşəkkür edirəm. Bizim Ülkər xanıma təşəkkür edirəm. Sənin yaradığın bəşənə oğullar arzulayıram. Oğulların bol olsun. Kəndimizin sizdə təşkəsiz. Hər birinizə təşəkkür edirəm. Mən Murad üçün o qədər üzülürəmsə, o qədər də qürur duyuram. Mənim də bir vətən oğlunda canlı fəda edən oğlum bu vətənə öz canlı fəda elədi. Öz milləti üçün, öz xalqı üçün, gələcək nəsillər üçün mən də onunla fəxr edirəm. Sizə hamınıza təşəkkür edirəm. Çox sağ olun, var olun. Mən də Ülkər xanım bu təqdimatına dəvət elədim. Sizə təşəkkür edirəm. Oğullarım bol olsun desəm.
istəyirəm ki, 5-10 dəqiqəlik istirahat eləsin, bəzi məqamları mən nəzərinizə çatdırım. Yəni, müəyyən qədər tanımadıqları burada yoldaşlar var, dostlarımız iştirak edir. İcazə versənlər, mən onların da ardıcıllıqla söz verəcəyəm. Sonra isə qızımız davam edəcək mərkəsi. Elə şəhid anasını danışmışkən qeyd edeyim ki, həqiqətən Azərbaycan xalqı öz əzəmətini, öz qüdrətini bu şəhidlərin timsalında, onların rəşadəti, onların qanı, canı bahasına, həyatı bahasına göstərdikləri qəhrəmanlıq hesabına qazanır. Şəhidlər bizə 30 illik həsrətimizi qaytardılar. Şəhidlər bizə kişiliyimizi, mənliyimizi, qeyrətimizi qaytardılar. Allah onları qəmi rəhmət eləsin. Və şəhid nasıl çıxış eləmişkən, qeyd edim ki, bizim məclisdə şəhid atası Uzaq Yardımlı rayonundan gələn Nazım müəllim iştirak edir. İcazənizlə Nazım müəllimə də söyləyir. Salamlar, vaxtınız xeyir olsun. Dəyərli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Çox sağ olun. Diqqətinizə görə, şəhidlərimizə verdiyiniz dəyərə görə şəhid anamızın çıxışı məni kövrətdi. O cümlədən də Ülker bacım şəhidimizə şeir yazmışdın. Düzü, yəni tədbir xatirinə özümü bizdən saxladım. Allah sizi var eləsin. Sizi tərbiyə edən, dünyaya gətirən ananın qarşısında baş əyirəm. Çox sağ olsun ki, vətənimizə, xalqımıza sizin kimi dəyərli övlad yetişdiribdir. Sizin müəllim kollektivinə, sizin kəndə və burada olan müəllim kollektivinə dərin təşəkkürümü bildirirəm ki, sizin kimi ziyalı, sizin kimi şagirdlər yetişdiribdir. Ümid edirəm ki, bizim gələcək nəsillərdə olan bizim şagirdlərimiz də ən azından sizin kimi vətənə layiqli övlad olacaqlar. Daha da yüksəklikdən sadaları gəlsin bizim gənclərimizin. Bütün şairlərə, söz adamlarına dərin təşəkkürümü bildirirəm. Hər birisi bu bizim qayğımıza, bizim dərdimizə şərikdirlər. Allah sizlərin hər birisi var eləsin. Uğurların bol olsun bacım. Sağ olun. Çox sağ olun. Bizim məclisimiz həqiqətən gözəl bir məclisdir. O mənada ki, biz burada sevirik, deyirik, gülürük. Bu sevinci, bu gözəl günü bizə bəxş edən şəhidlərimizə Allah rəhmət eləsin. Bizim bayaqdan danışırda bir neçə nəfər qeyd elədi, adını çəkdi. Ülker xanım Lənkəranda Ziya Ədəbi Məclisi adlanan bir məclisin yetirməsidir. Bir neçə il bundan qabaq, hələ Ülker xanımın uşaq vaxtında onlar məclisə gedirlər. O məclis, inanın ki, bu dəqiqə nəinki Lənkəranda, nəinki bölgədə və nəinki Azərbaycanda artıq Respublikadan kənarda tanınan çox gözəl bizim istedadlı şairlərimizi yetişdirir. Bugün Ustad xanım, Ustad Məclisin rəhbəri, Ülker xanımın ustadı, belə deyək, ziyafət Yəhid məclisi iştirak edir. Mən sözü böyük məmnunum və ziyafət Yəhid'e verirəm. Şair ziyafət Yəhid. Bugün burada hər bir iştirakçını təbrik edirəm. Mən ikinci tədbirdir ki, bu məktəbdə, Şəkərə məktəbində iştirak edirəm. Və hər ikisində Fəxrəddin Teyub müəllimin məclisidir və bugünkü hər iki məclisdə mən bir möhtəşəmlik burada gördüm və ona görə də məktəbin rəhbərliyi, İlqar müəllimə, zəhməti olan hər bir şəxsə öz minnətdarlığımı bildirirəm. Söz bir dünyadır, bir xəzinədir, Allah Teala onu bəxş edir insanlara və yaradıcı insanlar, şairlər, yazıcılar həmin o söz dünyasının sakinləridir. O sakinləri ki, o xəzinədə
kəsb edirlər, qazanc götürürlər, yazıb, yaradıb, gələcək nəsillərə ərmağan edirlər. Ülkər haqqında mən çox danışa bilərəm. Amma qısaca mən 98-ci ildə Ziya məclisi yaratdım. O mənada ki, mən öz şeirlərim var idi, kitabım çıxmışdı, bu mənim özümə xidmət idi. Mən o vaxt fikirləşdim, təkcə bir şair kimi özünə xidmət vəsiləmir, ədəbiyyata xidmət etmək lazımdır. Və Ziya məclisini mən yaratdım. 4 ay orta məktəblərdə gəzdim, şəhər və kənd məktəblərində. Eləsində yəni oldum, elə məktəblərə düşə bilmədim. Məktəb direktorları ilə, ondan sonra ədəbiyyat müəllimləri ilə söhbətlər etdim və istedadlı gəncləri getdim. Mən də belə bir töhfə vermək istədim. Amma biraz belə çəkinirdim, yəni bu alınacaqla. Mən o uşaqları yığdım ora və onlardan biri də Ülkər Nizamlı oldu. Bir gün səhv etmirəmsə, elə Şükürlük kəndindən Baxşıyeva, Günay Baxşıyeva. O Ülkəri gətirdi məclisə ki, bəs müəllim, bəs belə istedadlı bir qız var, bura gəlmək istəyir. Mən söhbətlərdə, danışıqlarda, tədbirlərdə iştirak etmişəm məktəblərdə, ki, mən məktəbdə, tədbirlərdə aparıcı olmuşam. Və bunun danışığında bir diksiyasında həm də sənə bütövlüyü dillərdə sözlərin tələffüsünün mükəmməlliyinə onu hiss elədim. Və Ülkər həqiqətən də yəni çalışdı, bilirsiniz necə, yəni istedad təkcə bəs eləməkdə, yəni istedad var. İstedadın üstünə gəlməlidir, zəhmət, əziyyət, yuxusuz gecələr. Yəni şairdə məni daha yaxşı başa düşər, bu yuxusuz gecələrin nə olduğu. Həmin o yuxusuz gecələrin bəhnəsi, yəni şeirlərdir, yəni kəlamlardır, yəni poetik deyirlərdir, xəyallarda yaratdığım arzuları, yəni kitablara köçürməkdir. Bugün mən sevirəm, həqiqətən sevirəm ki, Ülkər Nizamlının bugün 4 kitabı əsərə gəlir, amma onun kitabının 2 kitabı, mən sevirəm. Yəni, müəllim dərs deyil, yəni şagird orta məktəbdə, müəllim ona dərs deyil, amma həmin şagird sabah süngeri olur, professor, alim olur. Və o müəllim ondan yoxdur hər şey. Mən o məclisə müəlliyə qədər şehrin incəlikləri, texnikası, yazılış qaydaları, poetik deyimlərdən, ifadələrdən necə istifadə etmək lazımdır, bu uşaqlara öyrətdim. Yəni, uşaqların adları bugün sadalamaq istəmirəm, Azərbaycan ədəbiyyatında bugün onlar tanınırlar, söz dünyasında tanınırlar və Yaşlılar Birliyinin üzvləridir, prezident təqaüdçüləridir və bir çox uğurlara nail olurlar. Və bu da bəs etmir. Bu Lənkəran ədəbi mühitidir. Amma Bakı ədəbi mühiti daha öz genişliyi ilə fərqlənirdi. Və mən Bakıya nadir hallarda yolum düşürdüm. Və bir dəfə Bakıya gedəndə, bu uşaqlar işləndə ki, mən Bakıya gəlmişəm, əlaqə saxlayırlar, bir-birinə biz görüşürdük və bu görüşlərin birində mən Balayar müəllimə zəng vurdum, burada iştirak edir bizim hörmətli şairimiz. Balayar müəllimlə bizdən görüşdü, bir çay stolu arxasında. Orada mən dedim ki, ay Balayar müəllim, mən Lənkərandayım və bu uşaqlar buradadır. Sən Bakı ədəbi mühiti daha genişdir, bu uşaqlara əl tut. Nə lazımdır? Ülkər Nizamlını mən elə bir ki, sənə təqdim edirəm. Çox sağ olsun. Balayar müəllim əlindən gələn əsirgəmədi. Əsirgəmədi və bugün Ülkər Nizamlı Azərbaycanın tanınmış şairlərindəndir. Mən buna sevinirəm, onun uğurlarına sevinirəm, fərəh hissi keçirirəm və mən bugün
ülkəyə deyirəm ki, ülkə bizim sənin uğurların nə qədər çox olsa, yəni o uğurların çalış artır. Sənin uğurların artdıqca fikirləş ki, sənin müəllimin ömrü də artacaq. Çox sağ olun, bir daha təbrik edirəm. Uğurlar arasınlar. Sağ olun. Sağ olun qardaş. Sağ olun, teşekkür ederim. Həqiqətən müəllim üçün böyük bir fəxrdir, böyük bir fəxrdir ki, ləyaqətli bir danışları olur. İnanın ki, Ziya Ədəbi Məclisi elə üzvləri var ki, onlar elə bu Ustad Ziyafət Yəhyadan qabaq prezident təqaüdünə malik gördülər, tarixdə kitabları çıxır, Türk dövlətlərində və Azərbaycanın özündə bir çox mükafatlara malik görür. Bu, əlbəttə ki, elə ustadın, müəllimin öz uğurudur. Bizim məclisdə Ülkər xanıma çox yaxın olan, həm mənə yaxın olan, həm ürək yaxınlığı ilə, mən bildiyim qədər ürək yaxınlığı ilə bir-birinə doğma olan Şairə xanım, Gülarə xanım iştirak edir, sözü Gülarə xanıma verir.